Qurban Allaha yaxınlaşmaqdır. Qurban sözünün lüğəti mənası yaxınlaşmaq deməkdir. Qurban bəndənin Allaha hər şeyi ilə, ağlı ilə, düşüncəsi ilə, niyyəti ilə, əməli ilə, ruhu ilə, varlığı ilə yaxınlaşmasıdır. Allah Qurani-Kərimdə Rəbbin üçün namaz qıl və qurban kəs buyurmaqdadır. Allah üçün qurban vermək insanlığın fitrətində olan ibadətdir. İlk insandan üzü bəri bütün ilahi dinlərdə Allah üçün qurban vermək var. Hər Zilhicc ayının məlum günlərində qurban kəsmək imkanı olan hər müsəlman üçün borcdur. Allah üçün qurban vermək mənəvi baxımdan çox böyük həqiqət ifadə edir. Yəni, sən həm qəbul, həm də təsdiq edirsən ki, sənin də əlindəki malın, mülkün də həqiqi sahibi Allahdır. Qurban kəsən insan həm də isbat edir ki, hər şeyini Allah yolunda fəda etməyə hazırdır. Qurban sədaqətdir. Könül verib bağlandığın dərgahdan ayrılmadan son nəfəsini də o qapıda verib can əmanətini həqiqi sahibinə təslim etməkdir. Qurban səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi. Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin ən çürüyünü qurban ayırdı. Allah onun qurbanını rədd etdi. Əgər Allah üçün verəcəksənsə, ən gözəlini ver. Yəni əsas məsələ nə verdiyini baxmaq deyil, kimin adına verdiyinə baxmaqdır. Qurban həqiqi sahibini tanımaqdır. Hər şeyin Allahın mülkü olduğunu idrak etmək və bu həqiqətə inandığını nümayiş etdirməkdir. Qurban bərəkətlənməkdir. Əlindəki əmanəti bərəkətləndirməkdir. Malı verən Allah onun bərəkətini də verir. Bəzən çox görünən mal az xeyirli olur. Bəzən də az görünən malın bərəkəti bitib tükənmək bilmir. Allah üçün fəda etmək üzüm tənəyini budamaq kimidir. Zahirən az görünsə də səmərəsi çox olur. Qurban həm də nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində də nəfsin tərbiyəsi ən mühüm amillərdən biridir. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkündür. Kim nəfsini nə qədər tərbiyə edirsə, Allaha da elə o qədər yaxınlaşır. Allaha yaxınlaşmaq əlini, ayağını, dilini, gözünü, qulağını, ağlını, iradəni, istəyini, hissini özününki deyil, Allahın əmanəti kimi görməkdir. Bu şüurla yaşamaq Allaha təslimiyyətin ən gözəl nümunəsidir. Hər cür günahdan qurtulmağın ən etibarlı rəhnidir və nəhayət öz istəklərini deyil, Allahın istəklərini öz həyatında rəhbər tutmaqdır. Kəsilən heyvan onda qurban vasitəsi, qurban yolu olur ki, onu kəsənin niyyəti Allaha yaxınlaşmaq olur. Allah bizə qurban şüurunu nəsib etsin. Qurban zövqünü yaşayanlar qurban şüuru içində olanlardır. Qurban bayramınız mübarək olsun.